Artıq bilirsiniz hansı mərhələdədir Azərbaycanlılar. Əvvəllər düşünürdü ki, vəziyyət pis olsa, çarə olmasa evimdə nəyisə sataram. Artıq satıb. Artıq satılası bir şey qalmıyor. Düşünürdü ki, xüsusən Bakı şəhərində evim mərkəzə yaxındır, çarəm olmasa evi sataram, biraz ucqara gedərəm, o pulla biraz dolanaram. Mən şəxsən artıq evini 3 dəfə satmış adamlar tanıyıram. Deməli, satır mərkəzdən, gedib biraz kənara. Dolana bilməyib, oradan da satıb, biraz da kənara gedib. Oradan da bacarmayıb, oradan da satıb gedib Bakının kəndlərindən ev almağa. Deməli, neçə illərdir adam evini sata-sata. Çünki axı mərkəzdə baha, mərkəzdən aralandıqca qiymət fərq edir də. Üstəlik də indi çarəsi yoxdur insanın. Həyat şəraitini də pisləşdirərək daha belə deyək, təmin olunmamış evə köçür. Bu şəkildə yaşayır Azərbaycanlılar.